İmam Hüseyin aleyhisselam Aşura yeni bir toxum əkmişdi. Aşuradan Ərbeynə qədər İmam Səccad aleyhisselam, xanım Zeynəb selamun aleyha ora su verdilər. Məcazi mənada danışılır. Gözlərinin yaşı ilə, qanları ilə su ardılar. Artıq İmam Hüseyin aleyhisselamın 40'ında, Səfər ayının 20'sində o toxum başladı bəhrə verməyə. Həmən toxum. Və ilbə-ildən böyüdü. İlbə-ildən o bitki, o behişt, cənnət, o ağaclıq, o Füzuli necə deyir? Hadiqat-ı Suada, xoşbəxtlərin bağçası. O bağça gülləndikcən, çiçəkləndikcən buna dair nə qədər təpki oldu. Bunu nə bilim vurdular, yandırdılar. Bunu nə bilim nöğüt buraxdılar ki, kötükləri qorusun. Nə eləmədilər? Fəratın məcrasını değişdilər, Kərbəlanı yuda apardı. Əllərinə nə gəldisə bunun qabağını kəsmək üçün iş gördülər. Amma elə qanla, elə gözyaşı ilə suvarıldı o ki, ilbə-ildən artdı, qadağalar çoxaldıqdan artdı.